Salam, hər vaxtınız xeyir olsun. Bu gün varenik hazırlayıram. Kartoflu, dostların məşhur yeməyi. İçinə qara istiot, sarı kök, qırmızı istiot. Bir də duz əlavə edirəm. Bu da kartofumuz. Soyutma bişirmişəm. Qabıqlarını soydum kartofun. Suda bişirdim, sonra əzdim. Yağ soğan elədim qıraqda. Bu yağ soğanı çox adam kartofla qarışdırmır. Üzərinə də yəni tökür, yeyir. Amma mən kartofun içinə qatıram, çünki belə görmüşəm. Bunu da yəni mən özüm təkcə bişirməmişəm. Bir dəfə bir xanım var idi, ondan bişirmişəm. İndi sarı kökü əlavə elədim. İstiotu əlavə edirəm. Qırmızı istiot, sonra qara istiot və duzuna baxıram sonda. Görürəm duzu azdır, sonra duz da əlavə edirəm. Yağ soğanı əlavə elədim, qarışdırıram. Yağ soğana duz vurmuşdum deyə, ona görə duz indi vurmuram. Sonra baxıram duzu az olanda duz əlavə edirəm. Bu part 1 videosu. Zəhmət olmazsa kanala abunə olmağı unutmayın. Part 2-yi də paylaşacağam. Xəmir yoğurasıyam. Xəmir də yoğurum, ondan sonra bişirəndə sizə çəkib paylaşacağam. Göz haqqınızda halal eləyin. Bəyənmək düyməsində basmağı unutmayın. Kanala abunə olun ki, videoların ardı gəlsin. Tam qarışdırdıqdan sonra indi qoyuram ki, soysun. Qapağını örtmürəm.